Bax, sizə yaşanmış bir şey deyim. Qurban bayramı ərəfəsi idi. Mən həcdə deyildim, buradaydım onda bir dəfə. Allah nəsib edir, cəmaatımızla toplaşıb, qurbanlar kəsir və onu ehtiyac sahibi ailələrə paylayırıq. Biz onlara əziyyət verib gətirtmirik ya bura. Özümüz evlərinə aparırıq birbaşa. Bir nəfərə bir əti verərkən, bir kasıb ailəyə, adam götürmədi əti. Amma biz ona ehtiyaclı olduğunu bilirik. Dedim, bayramdır, niyə götürmürsən ki əti? Dedi, ət istəyirsənsə, mən sənə ət verim. Məndə xalidinlikdə var ət. Apar ehtiyac sahiblərinə payla. Dedim, yox, Allah razı olsun, bu bizim cəmaatın Allah üçün kəsdiyi qurbandan sizə göndərdiyi bir paydır. Yəni, mənim deyil bu. Dedi, nədir, qurbanda yadınıza düşmüşük? İndimi yadınıza düşdük sizin biz? İslam dini ildə 2 dəfə Ramazanda və qurbanda kasıblar yada düşsün deyə mi nazil oldu, dedi. Başqa vaxtlar haradaydınız, deyir. Niyə gəlib mənim bir qapımı döyüb, dərdin nədir, soruşmadın? Nə ehtiyacın var? Ay, mənim müsəlman qardaşım. Ey, mənim müsəlman bacım, sənin nə çətinliyin var deyə, nə vaxt mənim qapımı döydünüz, dedi. Və ya dedi, dürüst ol, dedi, bax, imamsan. Nə zaman, dedi, gedib qapıları döymüsən, bu 2 günün xaricindəki nə ehtiyacınız var? İldə bir dəfə, dedi, zəkat verməklə və ya 2 dəfə bayramda bir ərzaq payı, qurban payı gətirməklə mi vəzifəlisənsə? Budur İslam dilidir. İstəmirəm, dedi, mən o ayəti. Götürmədi, qardaş, deyil, nansınız siz? Və mən həqiqətən çox utandım. Özümə də çox pis təsir elədi ki, doğrudan da biz yardım deyəndə həqiqətən də bəzi şeylərdə xətalar eləmişik. Müsəlmanın halını, xətrini soruşmaq lazımdır. Bax, bu Ramazan ayı fürsətdir, qardaşlar. Küsürlər varsa onları barışdırın. Ziyarət edilməsi insanları varsa, gedin ziyarət edin onlara. Bir gözəl sözə ehtiyacı olanlar var, qardaş.